Gəlin indi bir daha biz Prezident İlham Əliyevin açıqlamasından bir fragmenti dinləyək. Elə sizin dedikləriniz məqamlar da orada öz əksini tapır. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Siz enerji sahəsindəki əməkdaşlığa toxundunuz. Bu istiqamətdə də müsbət nəticələr var. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Və beləliklə bizim qazımız bugün Avropa İttifaqına üst 10 ölkəyə çatdırılır və şübhəsiz bu enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir. Enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır. Bəli, bizim planlarımız həqiqətən də geniş miqyaslıdır və burada biz yalnız və yalnız bərabər hüquqlu münasibətlərdən danışırıq. Çünki istəyir Avropa İttifaqı ilə, istəyir də rəsmi Berlinlə, yəni Azərbaycanın Almaniya ilə də münasibətləri məhz bax bu formatda təşəkkül tapır. Və birmənalı şəkildə Almaniyanın həddən artıq böyük Cənubi Qafqaza marağı var, diqqəti var. Birincisi, biz bir şey qeyd etməliyik ki, bu marağın kökündə demək olar ki, 90%'lıq potensial bilavasitə Azərbaycanla bağlıdır. Amma yanımızda, ətrafımızda Gürcüstan da var, Ermənistan da var. Azər müəllim, ötən ilin sonunda dekabrda, demək, Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya səfər etmişdi. Öyle demək olar ki, bu formatda olan bir səfər idi. Bax, bizim və onlarla müqayisədə hansı fərqli cəhətlərimiz var? Yəni, burada hansı məqamları daha üstün saymaq olar? Məhz Azərbaycan maraqları baxımından. Mənim çox maraqlı bir sualdır və əslində baxanda bu suala cavabda da yəqin ki, bizim tamaşaçılar da bir də əmin olacaqlar ki, sözün əsl mənasında Alman-Azərbaycan münasibətləri və Almaniyanın Azərbaycana baxışı, Avropanın Azərbaycana baxışı tamamilə fərqlidir. Məsələn, siz dediyiniz 9 dekabrda imzalanan, yəni təxminən adları eynidir, strateji gündəliklə bağlı bəyannaməni biz müqayisə etsək, bir neçə istiqamətdə köklü və strateji fərqlərin olduğunu və bu fərqlərin Azərbaycanın xeyrinə olduğunu görək. Məsələn, sülh gündəliyindən bağlı. Ermənistanla imzalanan sənəddə sadəcə olaraq normallaşmadan bəhs edilir. Azərbaycan Ermənistanla arası münasibətlərin normallaşmasından bəhs edilir. Amma Azərbaycanla bağlanan sənəddə həm 8 avqust 2025-ci ildə Vaşinqton zirvə görüşündə istinad var, həm Azərbaycanın yaratdığı siyasi gündəliyin dəstəklənməsi qeyd olunur. Yəni, bu bir daha onu göstərir ki, doğrudan da bölgədə sülhün yaranmasında, sülhün formalaşmasında, sülh gündəliyinin indiyə qədər bu səviyyəyə gəlib çıxmasında Azərbaycanın rolu və missiyası Almaniya tərəfindən bir mənalı şəkildə qeyd olunub. İkinci mühüm məqam, və hörmətli Tahir müəllim qeyd etdi, Almaniyanın texnoloji gücündən, Azərbaycandan əməkdaşlıqda faydalanmaq imkanlarından. Məsələn, Ermənistanla imzalanan sənəddə iqtisadi əlaqələrdən, ticari əlaqələrdən bəhs edilir. Amma Azərbaycanla ümumi formada konkret olaraq rəqəmsal transformasiya və sənayenin modernləşməsi məsələsi var. Baxın, və Tahir müəllim yaxşı qeyd etdi, bugün Almaniya texnologiyası var, inkişaf edib, Azərbaycanda olan isə böyük bir potensial var, resurslar var. Alman texnologiyası, Azərbaycanın potensialı, resursları, təbii resurslar birləşəndə, bir ki, həm bölgədə, həm coğrafiyada çox böyük bir inkişaf, sıçrayışlı bir inkişafı müşahidə edəcək. Üçüncü vacib məqamlardan biri müdafiə və təhlükəsizliklə bağlıdır. Orada da bir müdafiə və təhlükəsizlik maddəsi var. Amma yarım mətndə adı gedir. Amma mətnin içində müdafiə ilə bağlı bir kəlmə də yoxdur. Amma Azərbaycandan gəldikdə isə orada artıq qeyd olunur, müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi məktəblər, xüsusilə hərbi akademiyaları, deməli, mütəxəssislər, əməkdaşlar arasında mübadilə, tədris barəsində mübadilə və s. Bir də regional təhlükəsizlik, regional və qlobal təhlükəsizliklə bağlı Azərbaycanla Almaniya arasında dialoq mühiti yaradır. İndi gəlin fikir verək, hörmətli Tofiq müəllim. Baxın, görün,
Niyə sual oluna bilər? Niyə Ermənistanla bağlı müqavilədə, yaxın sənəddə bu yoxdur? Azərbaycanla bağlı var. Ona görə ki, artıq Azərbaycan bir hərbi güc kimi ilk dəfə yeni deməli texnologiyanı, hərbi texnologiyanı tətbiq edən və savaşı qazanan bir ölkə kimi Almaniya tərəfindən maraq cəlb edir. Ona görə də o mübadilə təkcə Azərbaycan mütəxəssislərinin ora getməsi deyil, Alman mütəxəssislərin Azərbaycana gəlib, Azərbaycanın döyüş taktikasını, Azərbaycanın döyüş məharətini öyrənmək istəyindən xəbər verir. Bir də digər tərəfdən indi biz bir həqiqətdə deməliyik də, bugün Almaniya artıq qarşısında çox ciddi bir hərbi strategiya qoyubdur. Çox belə ambisiya bir hərbi strategiya. Həm də onlar silahlanırlar, güclü şəkildə. Özdə adına baxın, Avropa qarşısında məsuliyyət adlı hərbi strategiya. Yəni Avropanın təhlükəsizliyini Almaniya üzərinə götürmək istəyir. Və konkret olaraq da bilirsiniz ki, büdcəni son 3 ildə 68% artırıbdır. İndi Almaniyanın hərbi büdcəsi 108 milyard avroya çatıbdır. Və bundan əlavə Almaniya ordusunun sayı isə 460 minə qədər çoxalıbdır. Və təsəvvür edin, bu nə deməkdir? Qarşıda duran 20 ildə, hətta bilirsiniz də, orada məsələ qoyublar ki, əgər könüllü şəkildə 460 min şəxsi heyətin formalaşması mümkün olmasa, biz məcburi xidməti tətbiq edəcək. Yəni, Azərbaycanla gələcəkdə Avropa, Almaniya arasında hərbi əməkdaşlığında inkişafı baxımından və qarşılıqlı faydaların götürülməsi baxımından çox önəmlidir. Məsələn, bu müddət Ermənistanla bağlı yox. Və digər bir məsələ, biz burada qeyd etdik, yaşıl enerji ilə bağlı. Orada bərpa olunduğu enerjidən bağlı olsa da, amma bizim imzaladığımız sənəddə bir neçə yerdə yaşıl enerji ilə bağlı məsələ var və yaşıl enerjinin tranziti ilə bağlı məsələ var. Və Cənab Prezident siz fikir verdiksə çıxışında xüsusilə qeyd etdi ki, yaşıl enerjinin məhz Avropa məkanına, Avropa bazarına ixracı ilə bağlı bizim kifayət qədər imkanlarımız. Bu bilsin nə deməkdir? Bu deməkdir ki, biz 2022-ci ildə yaşıl enerji inkişafı və ötürülməsilə bağlı strateji sənəd imzalandı. Azərbaycan Ursula von der Leyen gəldi Bakıya, burada memoranduma imza atdı. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya. İndi həmin o xətt üzrə indiyə qədər xeyli işlər görülübdür və Qara dənizin dibi ilə çəkiləcək kabelin, elektrik kabelinin inkişafı ilə bağlı, yaxud da onun reallaşmasına bağlı Almaniyanın çox böyük potensialı var. Məsələn, yəqin statistikanı siz bilirsiniz, Almaniyanın bugün elektrik təsisatının ehtiyacının 55%-i bərpa olunan enerji üzərindən qurulubdur. Və görün, Azərbaycan təkcə təbii qaz ixracatçısı yox, eyni zamanda yaşıl enerji ixracatçısı kimi də çıxış edə bilər ki, bu da çox böyük bir potensial bizə vəd edir. Məsələn, bugün bilirsiniz ki, bizim hazırda 2 gigawatt ixrac potensialımız var. Bu potensialı 8 gigawata qədər qaldıra bilərik. Və burada maraqlı məqamlardan biri də, bu da hüquqi deməli. Hüquqi bunun həm statusu, həm də institusional mexanizm. Məsələn, Azərbaycan da imzalanan sənəddə konkret institusional mexanizmə göstərilib. Ticari və iqtisadi əlaqələr üzrə deməli, yüksək səviyyəli işçi qrupunun fəaliyyətinin həyata keçirilməsi, bir də məxsusi məqsəd yönlü diyaloqun aparması məsələsi. Yəni, bu nə deməkdir? Yəni, nəticə yönümlü diyaloqun aparmasında Almaniya Azərbaycanla maraqlıdır. Amma Ermənistanla bağlı hər hansı bir institusional çərçivə müəyyənləşdirilməyibdir. Və nəhayət, çox maraqlıdır ki, bu da hesab verirəm ki, mən baxdım hər iki sənədə, diqqəti cəlb etdi. Ermənistanla imzalanan sənəddə konkret bir müddəa var ki, bu tərəflər üçün hər hansı bir öhdəlik yaratmır. Onlar istədiyi vaxt çıxa bilərlər və bunun üçün 6 ay öncə tərəflər hər hansı biri bu bəyannamədən çıxmaq haqqında müəyyən təklif irəli sürsələr, deməli xitam verilir. Amma Azərbaycanla bağlı imzalanan sənəddə nə bir tarixi çərçivə var, hər hansı bir formada xitam verilmə məsələsi var. Bu, ola bilsin ki, kimsə üçünsə adi bir məsələ kimi göstərir. Amma sırf hüquqi baxımına baxanda siyasi çəkisini göstərir ki, Azərbaycanla bağlanan müqavilələr və sənədlər və bəyannamələr kifayət qədər hörmətə malikdir, siyasi çəkiyə malikdir, hüquqi onların çəkisi var. Bəli, çəkiyə malikdir. Bir də bilirsiniz, sual onda niyə bundan belə yanaşdı, niyə belə qiymət verilir? Ona görə ki, bilirsiniz, Azərbaycan birinci çox etibarlı bir tərəfdaşdır. Bu, Azərbaycan birisi də Cənab Prezidentin dediyi bir məşhur kəlmə var. Bizim imzamız, bizim, necə deyək, möhürümüzdür, bizim sözümüz. Heç kim onu, bizim sözümüz daha doğrusu imzamızdır. Bəli. Yəni, hətta belə bir durumda, baxın ki, Almaniya o qədər Azərbaycana güvənir, Azərbaycan o qədər inanır ki, bu məsələlərdə tarix çərçivə, deməli, tarix baxımından çərçivə də müəyyənləşdirilmir. Ona görə də mən əminəm ki,
Müəllim, Azərbaycanla Avropa arasında sözün əsl mənası yeni bir era başlayır. Bəli. Avropa ilə yeni bir era başlayır. Bu əməkdaşlıq Azərbaycanın həm təhlükəsizlik baxımından, həm iqtisadi inkişafı baxımından, həm rəqəmsal transformasiya baxımından, həm kənd təsərrüfatının bütövlükdə inkişaf baxımından və ya qeyd etdiyimiz sənaye modernləşməsi baxımından çox böyük imkanlar vəd edir. Təbii. Və Alman texnologiyasının bura gətirilməsi, cənab prezident qeyd etdiyi 200-ə yaxın Alman deməli şirkətləri Azərbaycana fəaliyyət göstərir. Və burada indi biz buna toxunmadıq. Azərbaycan-Almaniya arasında biznes şurasının yaradılması çox vacib bir məsələ idi. Çünki artıq biznes şurası nədir? Tahir müəllim iqtisadçıdır, bunu məndən yaxşı bilir. Konkret orada qarşıya bir məqsədlər qoyulub, layihələr qoyulub, cənab prezident qeyd etdi, ayrıca işçi qrupları yaradılacaq. Bu işçi qruplarının yaradılması nə deməkdir? Məsələn, mən xatırlayıram, ABŞ-la Azərbaycan arasında imzalanan deməli ilkin bəyannamə xartiya vardı. 6 ay müddət qoymuşlar. 6 ay müddətə deməli strateji əməkdaşlıqla bağlı sənəd hazırlansın, 4 istiqamətli işçi qrupu yaradılsın, fəaliyyət göstərsin və konkret nəticə ortaya qoysun. Görün, 6 ay müddətində necə bunu etdi? Çünki yenə də bu da ABŞ-ın Azərbaycana verdiyi dəyər idi. Və yer gəlmiş onu da deyim ki, Almaniya cəmi 8 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb, 4 ölkə ilə isə strateji gündəlik haqqında bəyannamə imzalayıbdır. Onlardan biri Azərbaycandır. Bəli. Yəni bax bu faktlar hamısı danışan faktlardır və göstərir ki, nə dərəcədə bizim bir-birimizə olan marağımız böyükdür və digər tərəfdən də təsadüfən biz demirik ki, biz bərabər hüquqlu figurant kimi, subyekt kimi onlarla münasibət qururuq.